Polşada peşə məktəbi hansı üstünlükləri var, necə daxil olmaq olar, onu bitirəndən sonra nə kimi sənin üçün Polşada yollar açılır? Bu barədə danışacağıq. Elmar bəy bu barədə açıqlayacaq. Sadəcə Elmar bəyin sonuncu videosuna da baxarsınız. O, ötən videoların birində Polşada mağaza açmaq, ümumiyyətlə mağaza biznesi barədə ətraflı detallı şəkildə danışmışdı. Polşada məşhur olan Żabka mağazalar şəbəkəsindən danışmışdı. Bugün isə o peşə məktəbi bitirib və nə kimi əhəmiyyəti var, ondan söhbət açacaq. Əgər bu peşə məktəbini bitirirsinizsə də, sizin bu ölkədə zezvoleniya deyilən bir şeyə ehtiyacınız qalmır. Əgər peşə məktəbini bitirirsinizsə, qabaq bir firmanı başqa firmaya dəyişəndə kartınız dəyişirdi. Sonra Polşa hökuməti biraz qanunlarda dəyişiklik etdi. Firmanı dəyişəndə kart yox, sadəcə zezvoleniya dəyişirdi. Zezvoleniya iş icazəsidir, yəni xatırladım. İndi isə yox, bu da çoxdandır. Əgər peşə məktəbini bitirmişsinizsə, bu zezvoleniya belə ehtiyacınız qalmır. Yəni istədiyiniz kimi bu firmadan çıxıb başqa firmaya keçə bilərsiniz. Peşə məktəbinə daxil olmaq üçün bir tək Azərbaycanda bitirdiyiniz 9 illik şəhadətnamə bəs eləyir. Bir də ora daxil olanda pasport şəhadətnamə, bir də həkimdən arayış deyəcəklər, onu da yönləndirəcəklər, get filan yerdə elə deyə. Yəni Azərbaycandan gətirəcəyiniz sənəd şəhadətnamədir. Bunu da orada da tərcümə etdirə bilərsiniz. Apostolla təsdiq edilmiş sənədlə. Bir də burada, yəni mən İlahə xanıma, tərcüməçi İlahə xanıma tərcümə elətdirdim, elə verdim. Əlbəttə ki, tələb olunur dil biliyi. Sadəcə eləcənə oturmağa belə aktivlik göstərsən, ən az belə deyək də, qayıb qoyulmur. Girib orada qol çəkib çıxsan, yəni ən azından orada iştirak etmiş olursan. O da ən azından semestr sonunda 50% ona baxırlar, aktivlik. 50% də şeyə baxırlar. Yəni sənin orada verəcəyin suallara cavab, müəllimlə ünsiyyətin, yazışmalar, məsələlər baxır. Yəni hər hansı sahə üzrədir. Mənim sahəm finans və poçt sahəsi idi. Yəni sahələr var ki, yəni orada gülçülükdür və başqa sahələr var. Mən öz sahəmdən danışa bilərəm ki, yəni ən azından biraz aktivlik tələb olunur. Sentyabrda başladıq, mayda bitirdik. Bir ildən az oldu, hətta yanvar ayında tətilə çıxdılar. Yəni dekabra kimi birinci semestr, fevraldan maya kimi ikinci semestr. Yəni biraz həyəcan oldu, imtahanlarda çox çətinlik yox, normal gedirdik, gəlirdik. İmtahanlarda istər-istəməz stres olurdu, narahatlıq olurdu. Yəni qiymət baxımından. Şimdi nətər olacaq, nə edəcəklər, müəllimlər də biraz sıxırdı ki, oxumaq lazımdır. Tələbələr yəni bir-birlərinə köçürmə. Yəni köçürmək yox, ümumiyyətlə. Hə, yəni kömək baxımından eləyənlər də var idi, eləməyən də var idi. Yəni qabağına çönüb öz işinə məşğul olanlar da var idi. O baxır hansı sinifdir, hansı bir patokda 50 nəfər adam olur. Yəni baxır nə qədər yoldaşlığın ünsiyyətindən asılıdır. O vacib. O ünsiyyət biraz yaxşı belə sinif kurskomla yaxşı ünsiyyət qura bilsən, orada Telegram qruplarımız olurdu, öz aramızda köməklik olurdu. Yəni evə getsək belə evdə hazırlayırdıq. Mən şəxsən 38 yaşım var. Məndən də yaşlı 50-60 yaşında belə adamlar, qadınlar, kişilər var idi. Hətta 20-25 yaşında cavan uşaqlar da var idi. Yəni heç bir yaş məhdudiyyəti yoxdur. Məqsəd odur ki, hamı oturum kartına müraciət etmək üçün ən əsas zezvoleniya deyilən şeydən azad olmaq üçün, birinci zezvoleniyadan azad olmaq üçün peşə məktəbi, ikinci də ki, daimi oturum kartı üçün bu peşə məktəbinin diplomu, sertifikatı lazımdır. Yəni müəyyən qədər dediyim kimi əziyyət ola bilər, həyəcan ola bilər. Bəli. Sən çətinliklərdən keçə bilərsən, amma sonunu məntiqlə bitirmək olar. Bəli, yəni biraz özünə güvənən, azcana ünsiyyəti bacaran, azcana da olsa, yəni Azərbaycanda bir məktəbi, universiteti qurtarmış insan bilir, onun çox asan bir şey idi. Bizim qrupda bir nəfər var idi hətta, o BXP-dən bir il bundan qabaq kəsilmişdi.
BXP-də yəni bu skladda starşı belə deyək. Təhlükəsizliklə bağlı bir Onlarda peşədir. o 2 il idi. Ondan kəsilmişdi ki, orada çətin idi. Əmək təhlükəsizliyi. Bəli, gəldi bizim finans və poçt sahəsində oxudu. Oxudu və uğurla bitirdi. Bəli, bəli. Bir var ümumiyyətlə bitirmək. Bitirsən belə sadəcə Bitirməyinə bax sənəd verirlər ki, bitirdi deyə. bitirdi. Buna da deyirlər świadectwo ukończenia szkoły. Yəni şkolanı, məktəbi bitirdiyinə görə şəhadətnamə. Bir də var ondan sonra dövlət imtahanı verirsən, kompüterin qabağında oturursan, heç bir sıfır kömək, sən və monitor olur və orada 40 dənə sual olur. Test. Müəyyən vaxt ərzində. Müəyyən vaxt ərzində 1 saatmı, saat yarım yadımdan çıxıb. Yəni o saat yarım içində o suallara cavab verirsən. Mən oradan 96% göstərici göstərmişdim. 51%-ə keçid var. Dövlət imtahanı verərək bitirsəz, eləmi? Diplom zavodu olur. Yəni peşə diplomu. Elmar Nasirov, belə bir şey alacaqsınız. Məktəbi bitirdin, dediyim kimi. Qabaq asanlıq var idi. Hətta məktəbi bitirsən belə daimi oturum kartını mənə alan tanışlarım, dostlarım var. Sadəcə dövlət imtahanından kəsilən, amma məktəbi bitirib elə alan. Bu ildən etibarən bayaq da videonun əvvəlində dediyim kimi ola bilər ki, qanun dəyişikliyinə keçsinlər, məktəbi bitirmək sadəcə bəs eləməsin, əlavə imtahan tələb eləsələr, bu dövlət imtahanı keçdiyinə görə diplom onda əlavə sənə üstünlük verə bilər. Ona görə çalışın bu diplomu da əldə edin. Əlavə, yəni təkcə mənlə orada qrupda oxuyan insanlar var idi ki, yəni oxumurdular. Deyirlər ki, bizə lazımdır ki, bir dənə bu. Bir dənə bitirməyə aid mən yeni demək, diplom, müəllim belə gəldi, dərslər belə getdi. Mən deyirdim, mən gəlin oxuyağın, imtahan belə gedəcək. Dedilər, yox, yəni mən yenirəm, mənə lazım deyil. Mənə bir dənə bu lazımdır. Əlbəttə ki, onlar Ukrayna vətəndaşı və yaxud onlara daha da bizim daha da ehtiyacımız var. Ona görə də mən dövlət imtahana belə üstünlük verdim. Dövlət imtahanından müsbət cavab aldım. 96% bal toplamı 96% suallar var. 51% keçiddir hətta. Hətta 51% keçməyənlər var. 50% eləyənlər var idi ki, keçə bilməmişdi. Avropanın digər ölkələrində Almaniya olsun, Hollandiya olsun, Fransa olsun bu sahə üzrə söhbət, bu sahə üzrə poçt və finans sahəsi üzrə əlbəttə ki, biraz dil bileyim. Mən bu diplom, əlimdə diplomum var. Avropada mən diplomum var. Yəni Azərbaycan diplomunu təəssüflər olsun ki, burada qəbul eləmirlər. Mən Azərbaycanda da Texnologiya Universitetini bitirmişəm. Qəbul eləmirlər. Yəni belə üzünə də baxmırlar. Amma bunu istənilən Avropada, Avropa ölkəsində mən diplomum üzrə, ixtisasım üzrə iş tapa bilərəm. Zezvoleniyasız. Yeri gəlmişən nəsə suallarınız olsa mütləq şəkildə şərh bölməsində yazın. Mən və yaxud da ki, Elmar bəy şəxsən özü sizin suallarınıza cavab verəcək. Növbəti videoları gözləyin. Sağ olun. Sağ olun.